Salam, hər vaxtınız xeyir. Bizim artıq bugünkü mövzumuz say mövzusu hesab olunur. Say əşyanın miqdarını və sırasını bildirir. Yəni ümumiyyətlə əşyanın hansı sırada yerləşdiyini və yaxud nə qədər, tutaq ki 5, 3, nə qədər bir kəmiyyət ifadə elədiyini biz say vasitəsilə təyin edə bilirik. Sayın bir neçə xüsusiyyət var. Say əşyaya aid olur. Neçə, nə qədər, neçənci suallarına birinə cavab verir və yaxud isimləşə bilir, daha çox cümlədə təyin rolunda çıxış eləyir. Sayların çoxu dilimizdə millidir. Amma istisna 0, 80, milyon, milyard və trilyon sayları istisnadır. Çünki bunlar bizdə alınma sayları hesab olunur və say düzəldən bütün leksik şəkilçilərimiz bizdə millidir. Bu hissəni bura toxunmuram. Bunu ən axırda qeyd edəcəm. Sıra sayının içərisində izah edəcəm. Daha sonra burada gəlir sayla sifətin oxşar xüsusiyyətləri. Buna ehtiyac yoxdur. Sizdən heç vaxt sayla sifətin oxşar bir xüsusiyyətini soruşmaz. Nəzər sualı kimi bunu istifadə edəməz. Amma istəsəz göz gəzdirə bilərsiniz. Dediyim kimi sadəcə vacib bir detal deyil. Növbəti biz keçirik sayın quruluşca növlərə. Sayın quruluşca 3 dənə növü var. Bu bütün əsas nitq hissələrində bu şəkildədir. Sadə, düzəltmə və mürəkkəb. Sadə say nədir? Sadə say adətən bir kökdən ibarət olur. Məsələn, götürək 1, götürək 5, götürək 10 və yaxud 100. Bunların hamısı bir söz kökündən ibarətdir. Bir söz kökündən ibarət olduğu üçün biz bunları sadə saylar hesab edirik. Bir də var düzəltmə saylar. Düzəltmə saylar adətən larla, larca, lu, acıq şəkilçilərinin köməyi ilə düzəlir. Məsələn, yazıram bura belə. Çoxlu. Çox sözün kökü də lu leksik şəkilçidir. Quruluşca düzəltmədir. Və yaxud deyirəm belə yazıram. Tutaq ki, onlarca. 10 sözün köküdür. Larca leksik şəkilçidir. Quruluşca düzəltmədir. Və yaxud azacıq. Az sözün köküdür. Acıq leksik şəkilçidir. Quruluşca düzəltmədir. Bir də mürəkkəb var. Mürəkkəblər də adətən bizdə 2 dənə sayın birləşməsindən əmələ gəlir. Məsələn, yazıram 15 və yaxud belə yaza bilərəm. 5, 6. Bunu sözlə ifadə eləyər. Belə yazaq. 5 və 6. Yəni, quruluşuna görə mürəkkəbdir. Çünki 2 dənə sayın birləşməsindən əmələ gəlir. Dilçilikdə bitişik yazılan say yoxdur. Ya bu ayrı yazılmalıdır, ya da defislə yazılmalıdır. Bizdə saylar mənasına görə 2 hissəyə bölünür. Miqdar sayları və sıra sayları. Miqdar sayları əşyanın konkret qiymətini bildirir. Mən bura yazanda ki 5 kitab, söhbət 5 dənə kitabdan gedir. Bilirəm ki, konkret kitabın sayı 5-dir. Amma qeyri-müəyyən miqdar sayları bu şəkildə deyil. Qeyri-müəyyən miqdar sayları əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirir. Məsələn, yazıram 5-6 kitab. Bilmirəm burada kitabın sayı 6-dır yoxsa 5-dir. Bu mənə məlum deyil. Müəyyən miqdar sayları adətən deməli quruluşca sadə və yaxud mürəkkəb olur. Məsələn, mən bura yazanda ki, tutaq ki, 10 bu quruluşuna görə sadədir. Amma 15 deyəndə bu quruluşuna görə mürəkkəb hesab olunur. Daha sonra yadda saxlamaq lazımdır ki, müəyyən miqdar saylarından sonra gələn isim hər zaman bizdə təkdə işlənməlidir. 10 kitablar deyə bilmərəm. Bu yanlışdır. 10 kitab şəklində olmalıdır. Qeyri-müəyyən miqdar saylarında isə əşyanın miqdarı qeyri-müəyyən şəkildə bildirilir. Qeyri-müəyyən miqdar sayları müəyyən miqdar saylarından fərqli olaraq quruluşca üç cür olur. Məsələn, tutaq ki, deyirəm ki, çoxlu. Çoxlu sözündə bu quruluşca düzəltmə olduğu halda çox sözündə, məsələn, çox adam gəlmişdi. Nə qədər çox? Artıq burada çox quruluşca sadədir. Amma çoxlu quruluşca düzəltmə gedir. Və yaxud desəm ki, nə qədər adam gəlmişdi? Desəm ki, 10, tutaq ki, 15 nəfər adam gəlmişdi. Quruluşuna görə bu mürəkkəb hesab olunur. Növbəti bir anlayışımız bizdə deməli
kəsr saylardır. Biz artıq müəyyən miqdar saylar haqqında məlumatlıyıq. Qeyri-müəyyən miqdar saylar haqqında da məlumatlıyıq. Növbəti bir anlayış bizdə kəsr saylardır. Kəsr sayları quruluşca yalnız mürəkkəb olur. Ya tam və hissəni, ya da tamın hissəsini bildirir. Məsələn, mən bura yazanda 3/1, aydın məsələdir ki, bu iki dənə sayın birləşməsindən əmələ gəlir. Ona görə quruluşca mürəkkəb olur və adətən dadə yerli kal şəkilçisi də kəsr sayının qurulmasında iştirak eləmiş olur. Kəsr sayları nə qədər, neçə hissə suallarından da birinə cavab vermiş olur. Daha sonra burada numarativ sözlər anlayışı var. Yəni saylarda istifadə olunan digər bir anlayış numarativ sözlər anlayışıdır. Yadda saxlamaq lazımdır ki, müəyyən miqdar sayları ilə deməli isimlər arasında müəyyən sözlər istifadə oluna bilər. Məsələn, 5 nəfər insan. Baxın, burada fikir verirəm ki, insan isimdir, 5 saydır. 5 ilə insan sözünün arasında istifadə olunan nəfər sözü bizdə numarativ səciyyə daşıyır. Yəni numarativdir. Belə deyək də, müəyyən bir anlayışın yaranmasına kömək eləyir. Numarativ sözlər iki cür olur. Bir, əsas vəzifəsi numarativ söz kimi olanlar, bir də numarativ söz kimi işlənənlər. Məsələn, nəfər, dənə, ədəd, ton, litir, baxın burada qeyd olunanlar, cüt, dəst, bunlar əsl numarativ sözlərdir. Amma stəkan, vedrə, baxın tam altından xətt çəkək. Baxın burada olan hissələr bunlar. Qırmızı ilə dairəyə aldığım əsl numarativlərdir. Amma desəm ki, top, qaşıq, vaqon, stəkan, ədəd, nə bilim, vedrə və s. bunlar isə bizdə numarativ söz kimi işlənənlərdir. Məsələn, belə götürə bilərik. Bir göz otaq sözündə artıq burada göz bizdə numarativ söz kimi işlənə bilənlərdəndir. Numarativ söz deyil, numarativ söz kimi işlənə bilənlərdəndir. Daha sonra bizdə növbəti bir anlayış sıra saylardır. Sıra sayları əşyanın sırasını bildirir. Əsasən incə şəkilçisindən düzəlir. Məsələn, 5-ci sözündə 5 sözün köküdür, inci artıq sıra sayının şəkilçisi hesab olunur və ümumiyyətlə sıra sayı quruluşca iki cür olur. Sadə və mürəkkəb, üzr istəyirəm, düzəltmə və mürəkkəb heç vaxt sıra sayı sadə ola bilməz. Çünki tərkibində incə şəkilçi istifadə olunur. 5-ci sözü quruluşca düzəltmə olduğu halda bunun qarşısına 10 sözünü əlavə eləsəm, 15-ci artıq bizdə quruluşuna görə mürəkkəb sayı hesab olunur. Adətən sıra sayları saylardan düzəlir, amma istisnadır ki, əvvəl, axır, son, filan sözlərindən də düzələ bilər. Məsələn, deyirəm ki, sonuncu bina. Yazaq bura. Sonuncu bina. Artıq burada son sözün kökü uncu bizdə sıra sayının şəkilçisi hesab olunur. Ona görə deyirik ki, sıra sayı olmasına baxmayaraq son sözündən düzəlmiş olur. Sıra sayını mən həm rum rəqəmi ilə yaza bilərəm, həm də ərəb rəqəmləri ilə yaza bilərəm. Yadda saxlamaq lazımdır ki, rum rəqəmlərindən sonra heç bir şəkilçi artıra bilmərəm. Rum rəqəmləri necə yazılıbsa, o şəkildə də qalmalıdır. Hər hansı bir şəkilçi artırmaq ixtiyarında deyiləm. Növbəti bir anlayışımız sayın isim kimi işlənməsidir. Biz bilirik ki, say normalda neçə, nə qədər, neçənci sualına cavab verir və təyin mövqeyində çıxış eləyir. Amma say isimləşə bilər. İsimləşəndə hallana bilər, cəmlənə bilər, mənsubiyyət şəkilçisi qəbul edə bilər və kim nə sualına cavab verə bilər. Məsələn, mən yazıram bura 3 5-dən böyükdür. Üzr istəyirəm, 5-dən kiçikdir. Məsələn, bu birləşmədə kiçikdir. Nə 3? Nədən 5-dən? Fikir versiniz, həm 3, həm də 5 say olmasına baxmayaraq, biri cümlədə mübtəda oldu, biri tamamlıq oldu. Və yaxud 5-dən sözünə fikir verirsən, 5 sözün kökü də dandən çıxışlı xal şəkilçisidir. İsmin şəkilçisini götürdü. O halda deyə bilərəm ki, artıq say burada isimləşdi. Və say isimləşəndə biz bilməliyik ki, hallana bilər, cəmlənə bilər, mənsubiyyət şəkilçisi qəbul edə bilər, kim nə sualına cavab verə bilər. Amma substansiya prosesi getməyəndə, yəni isimləşməyəndə, elə neçə, nə qədər, neçənci suallarına cavab verir və eyni zamanda cümlədə də
təyin mövqeyində çıxış edir. Sayın sualları ümumiyyətlə neçə nə qədər neçəncidir? Sadəcə yadda saxlamaq lazımdır ki, bircə dənə sıra saydır ki, istisna təşkil eləyir. Bəzən hansı sualına da cavab verə bilər. Sonuncu mərtəbə hansı mərtəbə? Bu da onun sifətlə oxşar xüsusiyyəti hesab olunur. Bu bizim say haqqında izahımız. Bizdən saydan sual düşəndə adətən nəzəri suallar düşür, praktiki deyil, yəni əzbərə suallar düşür. Ona görə sayı oxuyarkən daha çox nəzəri aspektlərə diqqət yetirmək lazımdır.